Azərbaycan HR İnstitutu və CEO Klub Azərbaycanın birgə təşkilatçılığı, Paşa Holdingin baş sponsorluğu, BMT-nin qlobal sazişinin əsas tərəfdaşlığı, Prime Cotton, Anzera, Gulinga, Amrop Azərbaycan, Handex və Eset şirkətlərinin sponsorluğu ilə 25 fevral tarixində Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, iş adamları və sahibkarlarının iştirakı ilə Global CEO Summit 2025 tədbiri keçirilib. Yeni Çağaz xəbər verir ki, Global CEO Summit 2025 tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair növbəti 10 il ərzində reallaşdırılması planlaşdırılan 5 milli prioritetlərdən birincisi olan dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyat prioritetinə əsaslanaraq iqtisadiyyatın inkişafına və dünyaya inteqrasiyasına töhfə vermək, idarəetmə və insan kapitalının inkişafına dəstək olmaq, maliyyə və rəqəmsal transformasiya, müasir tələblərə uyğun kadr potensialının formalaşdırılması, eyni zamanda müasir texnologiya inkişafının gətirdiyi və gələcəkdə gətirməsi gözlənilən yeniliklər fonunda vizyoner liderliyin gücləndirilməsi şüarı ilə təşkil olunub. 25 fevral 2025-ci il tarixində ölkəmizdə keçirilən Global CEO Summit tədbirində mühüm bir qərar qəbul edilib. Tədbirin təşkilat komitəsinin rəhbəri Emil Hüseynovun təşəbbüsü, aparıcı yerli və beynəlxalq CEO-ların birgə dəstəyi ilə 25 fevral tarixi Beynəlxalq CEO günü kimi təsis edilib. Yeni təsis edilən bu günün əsas məqsədi biznes dünyasının aparıcı fiqurları olan CEO-ların təşkilatdakı əhəmiyyətli rolunu vurğulamaq, onların innovativ idarəetmə bacarıqlarını və iqtisadi inkişafa verdikləri töhfələri qeyd etməkdir. Qeyd edək ki, Azərbaycan HR İnstitutu təşkilatçılığı ilə Baku International CEO Summit 2022, Global HR Summit 2023, World HR Summit 2024 və CEO və COP29 Human Capital Forum tədbirləri uğurla həyata keçirilib.